Azərbaycan-İran münasibətlərinin müsbət yöndə inkişafı ilə bağlı mən tərəddüdlüyəm biraz. Bu, asılı olacaq İranın Azərbaycana münasibətindən. Nəyi nəzərdə tuturam? Bir, Azərbaycanı özünə təhdid kimi indən sonra sayacaq, yoxsa yox. İki, Azərbaycan tərkibində ideoloji iş aparacaq, yoxsa yox. Üç, İran regional siyasətində, regionla bağlı siyasətində anti-Azərbaycan mövqe tutacaq, yoxsa yox. Bax, bu kimi hallar Azərbaycan-İran münasibətlərinin inkişafına təsir edəcək. Bilirik ki, İranın əsas siyasi aləti ətraf dövlətlərlə bu ideoloji siyasi şiə ideologiyası üzərində apardığı işdir. Bu, Azərbaycanda kifayət qədər buna cəhdlər olunub, amma Azərbaycan tərəfindən bunun qarşısı alınıb. Bu, davam edəcək, yoxsa yox. Bu baxımdan son... Amma son günlərdə baş verənlər pozitiv. Son atdığı addım İran ümumiyyətlə prezidentin Azərbaycana səfəri. Azərbaycana qarşı, Azərbaycan səfinə qarşı törədilmiş hadisəyə görə həmin o qatilin edam olunması, Orxan Əsgərovun qatilinin edam olunması bu müsbət, pozitiv addımlardır. Əlbəttə bu dəstəklənməsi adına. Amma bu davam edəcəkmi? Asılıdır İrandan. Bunun davamı kimi biz nəyi gözləyə bilərik? Azərbaycan əleyhinə orada sığınacaq verdikləri, xüsusi mərkəz yaratdıqları, Hüseyniyun təşkilatını yaratdıqları, orada müxtəlif şəxslər var Azərbaycandan qaçıb oradan. Onların fəaliyyətini dayandırması, onları Azərbaycana təhvil verməsi və bir məsələni də vurğulamaq istəyirəm ki, mən az əvvəl regional siyasətində anti-Azərbaycan siyasəti dedikdə nəyi nəzərdə tuturam? Bir, İranın Ermənistanı gücləndirmək siyasəti, yəni silah verməsi və digər ticari iqtisadi əlaqələrinin inkişafı, eyni zamanda Hindistan, İran, Ermənistan üzərindən bunların Azərbaycan orta dəhlizinə alternativ xətt kimi düşüncələri, bu istiqamətdə işləri. Bax, bunlar sonraki münasibətlərə təsir edən faktorlar olacaq.